Hər birinizə salam, Qeyvarın növbəti bölümünə xoş gəlmisiniz. Sizlərlə bugün mənəm Pərvin Ələkbər. Bugünün qəhrəmanı musiqi tarixinin ən parlaq simalarından biri, səsi ilə milyonları heyran edən, səhnə performansı ilə isə azadlığın rəmzinə çevrilən əfsanəvi sənətçi Freddie Mercury'dir. Gəlin ümumiyyətlə görəyin ki, Freddie Mercury kimdir? Freddie 5 sentyabr 1946-cı ildə indiki Tanzaniyada dünyaya gəlib. O rock musiqisinin əfsanəsi, məşhur Queen qrupunun əsas vokalisti, bəstəkarı və səhnədəki enerjisi ilə dünya musiqi tarixində özünə bənzərsiz yer tutan sənətçidir. Köklərinə və uşaqlığına getdikdə isə valideynləri Parsi Zərdüşti idi. 1950-ci illərdə Freddie təhsil almaq üçün Hindistana, Bombay yaxınlığındakı Panchgani şəhərindəki məktəbə göndərilir. Burada yerləşən internat məktəbində oxuyur və artıq o yaşlarda musiqiyə böyük maraq göstərirdi. Yay tətillərində ailəsinin yanına Zənzibara gedirdi, yəni indiki Tanzaniyaya. 1964-cü ildə Zənzibar inqilabı baş tutur və beləliklə Freddie 17 yaşında ailəsi ilə birlikdə İngiltərəyə köçür. Zənzibar inqilabı haqqında da sizə kiçik bir məlumat vermək istəyirəm. Bu inqilabda Afrikalı inqilabçılar ərəb mənşəli və Asiyalı, yəni Hindli, Pars və sairə icmalara qarşı zorakılıq etdilər, hökumət devrildi və çoxlu sayda insan öldürüldü. Buna görə də Freddie və ailəsi oradan köçmək məcburiyyətində idilər. Bir növ qaçmaq məcburiyyətində idilər. İlk olaraq gəlin görəyim Freddie səsini necə kəşf elədi. O, St. Peter School'da oxuyarkən musiqi müəllimləri onun səsindəki fərqli ton və diapazonu fərq edirlər. Orada ilk dəfə səhnəyə çıxır və piano çalmağa başlayır. 12 yaşında The Hectics adlı ilk məktəb qrupunu yaradır. Bu onun musiqi həyatına atdığı ilk addım idi. Onun səsi artıq o yaşlarda güclü və emosional idi. O klassik musiqi ilə rock musiqisini qarışdırıb insanlara bunu çox gözəl bir şəkildə çatdıra bilirdi. Londona köçdükdən sonra o Islip Polytechnic və daha sonra isə Ealing Art College-də qrafik dizayn üzrə təhsil alır. Freddie çox istedadlı bir rəssam idi. Hətta Queen-in loqosunu belə özü dizayn etmişdi. O bu dövrdə həm musiqi, həm də sənət dünyasında öz yolunu tapmağa çalışır. O daha sonra Ibex, sonrakı adları Wreckage və Sour Milk Sea qruplarında çıxış edir. Bu qruplarda vokalist kimi çıxış edirdi, amma böyük uğur əldə etməmişdi. Bu mərhələdə onun səhnə performansı, səhnə xarizması və vokal gücü artıq seçilirdi. Səsi rəsmi olaraq bariton olsa da performanslarında çox zaman tenor kimi oxuyurdu. Diapazonu təxminən 4 oktava idi. Diş quruluşuna gəldikdə isə əlavə 4 dişi ağzının formasını dəyişdirdiyi üçün səsinin rezonans gücü yüksək idi. Özü də bu səbəbdən heç vaxt dişlərini düzəltdirmədi. 1970-ci ildə Brian May və Roger Taylor ilə birlikdə Queen qrupunu yaradır. Amma Queen qrupunu yaratmamışdan əvvəl gəlin biraz hekayələrinə baxaq. Queen qrupunda əvvəlcə 3 nəfər idilər. Əlbəttə ki, hələ Freddie o qrupa daxil olmayıb. Daha sonra onlardan bir nəfər, yəni onların vokalisti o qrupu tərk edir. Tərk etməsinə səbəb isə gələcək vəd edən bir qrupa getməsini qeyd edir. Qrup artıq 2 nəfərdən ibarət olmuş olur və 2 nəfər olaraq onlar vokalistləri olmadan səhnə ala bilməyəcəklərini düşünürlər. Bu ərəfə qruplarının adı Smile idi. Arxa planda da bildiyimiz kimi Freddie özü üçün bəstələr yazır, yeni musiqi karyerasına hələ də davam edir. Ən sonunda qrupla tanış olurlar, bir-birlərlə söhbət edirlər və məsələnin nə yerdə olduğunu Freddie-yə deyirlər. Freddie isə vokalist olaraq özünü təklif edir. Hətta onlar orada zarafat edib deyirlər ki, bu dişlərlə olmaz. O birinci məyus olur, daha sonra isə özündə o cəsarəti toplayır və oxumağa başlayır. Öz səsini onlara nümayiş etdirir və onlar bu səsə heyran qalırlar. O bas gitar çala bilməsə belə qrup bu cür heyrətamiz səsi itirmək istəmir. Daha sonra isə onlar artıq ilk səhnələrinə çıxırlar, əlavə olaraq bir bas gitarist gətirirlər və vokalist kimi əlbəttə ki Freddie Mercury olur o səhnədə. O elə ilk səhnəsindən insanlara ələ keçirməyə bacardı. Mikrofonla olan davranışı ilklərdə qəribə görünsə də, sonradan bu bir şouya çevrildi. Qrupun irəli gedə bilməsinin əsl səbəbkarı elə Freddie oldu və onun uzaq görənliyi. Əlbəttə ki, qrupun digər üzvləri də çox bacarıqlı idilər. Hər kəs bir-birini çox yaxşı tamamlayırdı. Elə ilk səs yazma etdikləri əsnada studiyaya gələcəyin ulduzlarını kəşf edən bir nəfər daxil olur və demo versiyanın olub-olmadığını soruşur. Ardıca günün birində Freddie onun ad günündə zəng edirlər və onları studiyaya çağırdıqlarını deyirlər. Həmin bu istedad ovçusu dediyimiz demonu Elton John'un menecerinə verir. Reed onlarla görüşmək istədiyini və bəlkə onlarla işləyə biləcəyini deyir və onlar görüşüb razılaşırlar. Beləcə ilk səhnələrini BBC-də edirlər və bundan sonra Queen qrupunu artıq heç kəs saxlaya bilmir. Onlar sadəcə irəliyə gedirlər. Əlbəttə ki, bu yol yenə keşməkeşli olur. Heç bir nailiyyət asanlıqla qazanılmır. Elə bu səhnədən sonra onların ilk Amerika turu təşkil edilir. Albomları Amerikada sıralamaya girmişdi. Freddie ilk dəfə opera ilə rockun qarışığı bir şey yaratmaq istədi. Bu biraz dəlicə səslənə bilər, amma o bir dahi idi. O sıradan yeni bir albom yaratmaq istəmirdi. O içində hər kəs üçün bir şey olacaq albom istəyirdi. Onun ideyası əvvəlcə qəribə görünə bilərdi, amma qrup yoldaşları ona güvəndilər və hər biri öz hissəsini əlavə etdi. Mahnının ən məşhur hissəsi opera bölməsi. Tamamilə studiyada sınaq və təkrarlarla yaradıldı. Bu hissənin yazılması təxminən 3 həftə çəkdi və təkcə vokal harmoniyalarını yazmaq üçün 120-dən çox fərqli səs parçası üst-üstə yerləşdirildi. Mahnı 1975-ci ildə A Night at the Opera albomunda yayımlandı. Studiyada bu qədər təbəqəli və mürəkkəb bir səs yazmaq o dövr üçün əsl texniki inqilab idi.
O zamanlar rəqəmsal montaj yox idi. Hər şey lentlə, əllə, millimetr işlənirdi. Queen albomunun əsas mahnısı kimi Bohemian Rhapsody-ni seçir, amma bir çox radio onu efirə verməkdən imtina edir. Səbəbi isə mahnının 6 dəqiqə olmasıdır. Radiolar 3 dəqiqədən çox olan mahnını qoymurdular. Amma Queen bu mahnının arxasında dayandı. Freddie Mercury özü mahnını dostu DJ Kenny'nin radiosunda yayımlamaq üçün ona verir. Kenny isə onu hissə-hissə efirdə çalır və insanlar radiolarda zəng görüb bu mahnını yenidən istəyirlər. Beləcə bu mahnı hitə çevrilir. Həm də təkcə Birləşmiş Krallıqda yox, bütün dünyada və Queen qrupu bu mahnı ilə daha da parlayır. Albomla bir çox ölkələrdə konsert verməyə davam edirlər. Pərəstişkarları isə günü-gündən artmağa davam edir. Freddie-dən dəfələrlə bu mahnının mənasının nə olduğunu soruşurlar və o cavabında isə mən heç vaxt izah etməyəcəm bu mahnının nə haqqda olduğunu. Sənət bu deməkdir. Hər kəs özü üçün fərqli bir mənanı tapsın. 1977-ci ildə Queen artıq böyük konsert salonlarını doldururdu. Hər konsertdən sonra pərəstişkarlar onlarla birlikdə oxumaq, qoşulmaq, bir parça olmaq istəyirdi. Bu enerjini ilk dəfə Amerika turu zamanı hiss etdilər. Freddie və komanda gördülər ki, artıq insanlar səhnəyə baxmağa yox, səhnənin bir hissəsi olmağa gəlirlər. Bir konsertdən sonra Queen üzvləri paltar dəyişmə otağında bu enerjidən danışırdılar. Brian May həmin gecə bir fikrə gəldi. Gəlin elə bir mahnı yazaq ki, insanlar sadəcə dinləməsin. Onlar da qatılıb bizimlə birlikdə ifa etsinlər. Brian May növbəti gün oturub sadə, güclü bir ritm yaradır. Bu ritm o qədər sadə idi ki, istənilən insan yaşından və musiqi bacarığından asılı olmayaraq bu ritmə qoşula bilərdi. Mahnının əsas ideyası bu idi: xalqla birlikdə musiqi yaratmaq. Mahnı 1977-ci ildə News of the World albomunda yayımlandı. Maraqlısı odur ki, studiyada bu ayaq səsləri və alqışlar yalnız Queen üzvləri tərəfindən yox, divara ayaqla vuraraq və bir neçə alətlərlə təkrarlanaraq lentə alınıb. Daha sonra isə effektlərlə çoxaldılıb. Elə bir stadionda minlərlə insan bu ritmi vururmuş kimi səslənir. Freddie Mercury isə bu mahnının ardından We Are The Champions mahnısı yazır. We Will Rock You, biz buradayıq, gəlirik, güclüyük. We Are The Champions, biz artıq qazandıq. O vaxtdan bu yana hər iki mahnı bir yerdə səslənir. Xüsusən də idman yarışlarında, böyük arenalarda, qalibiyyət anlarında. Günün birində Freddie solo albom etməsi üçün təklif gəlir və çox böyük bir məbləğ qarşılığında tamına 4 milyon dollar. Bunun mənası onun bundan sonra üçün tək davam etməsidir. O isə bu təklifi rədd edir. Şöhrət nə qədər də onu qabağa götürmüş olsa belə o qrupu tərk etmir. Siz nə qədər çox tanınsanız həyatınız da bir o qədər qəlizləşir. Çünki hər addımınız göz önündə olmağa başlayır. İnsanlar istədikləri sualları verirlər və buna cavab verməsəniz istədikləri kimi yamalayırlar. Bolca suallar amma çoxu etik deyil. Məsələn, dişlərini niyə düzəltdirmirsən? Ailən səninlə qürur duyurmu? Axı onlar mühafizəkardır. Sən isə belə. Orientasiyan nədir? Niyə belə geyinirsən? Bütün bu davranışlar özünü göstərmək üçündürmü? 1980-ci illərin ortalarında Queen qrupu artıq dünya səviyyəsində tanınan bir qrupa çevrilmişdi. Lakin onların sənətə yanaşması və ifadə azadlığı bəzilərinin xoşuna gəlmirdi. Xüsusilə Freddie'nin səhnə tərzi və vizual estetikası daha mühafizəkar auditoriyalar tərəfindən birmənalı qarşılanmırdı. Freddie hər zaman özünü ifadə etməkdə cəsarətli idi. Onlar I Want To Break Free adlı klip çəkirlər. Bu klipdə Queen üzvləri fərqli obrazlarda çıxış edirlər. Əslində bu sosial bir mesaj idi. Stereotipləri sındırmaq, azadlıq haqqını müdafiə etmək. Amma MTV bu klipi Amerikanın gəncliyinə pis örnək adı altında yayımına qadağa qoyur. Freddie isə bu münasibətə çox sərt reaksiya verir. Onun fikrincə MTV-nin bu gün mövcud olmasının əsas səbəbkarlarından biri məhz Queen idi. Çünki Queen qruplarının klipləri, vizual performansları o dövrdə musiqi televiziyasına yeni nəfəs gətirmişdi. Bu qərardan sonra Freddie Amerika turlarına son verir. Artıq onu bu tip reaksiyalar, tənqidlər və baskılar yorurdu. Freddie bu mərhələdə artıq qrupa ara vermək qərarına gəlir. Uzun müddətdir onun təklif olunan solo albom təklifini nəhayət ki qəbul edir. Studiyaya çəkilir, fərqli musiqi yolları sınayır, özünü yenidən kəşf etməyə çalışır. Lakin bu dövrdə yanında olan ona yaxın bildiyi bir şəxsin, menecerinin və ya yaxın əməkdaşının ondan sadəcə şəxsi maraqlar üçün istifadə etdiyini başa düşür. Bu xəyanət onu həm emosional, həm də psixoloji olaraq sarsıdır. Freddie bu insana güvənmişdi. Nəticə olaraq onu işdən çıxarır. Əlaqəni isə tamamilə kəsir. Queen-dən uzaq olduğu üçün bu dövr Freddie üçün bir o qədər də rahat keçmir. O başa düşdü ki, əsl ailəsi, əsl sənət mühitini tərk edib. Solo fəaliyyət nə qədər maraqlı olsa da onu həqiqətən yaşadan Queen ilə birlikdə musiqi yaratmaq imiş. Bu peşmanlıq həm də bir yetkinlik dönüşüdür. Artıq o daha dərin düşünür, dəyərləri dəyişir. Tam da bu dövrdə Queen-dən ayrı olduğu zamanda Freddie Mercury-yə AIDS diaqnozu, yəni gic diaqnozu qoyulur. O bunu uzun müddət gizli saxlayır. Çünki həm cəmiyyətin qəbulu, həm də mətbuatın münasibəti bu mövzuya qarşı çox qəddar idi. Amma əlbəttə ki, bunu Queen qrupu ilə bölüşür. Onları bunu məndən eşitməyinizi istəyirəm deyir. Lakin Freddie bu xəbəri bir son deyil, əksinə bir oyanış nöqtəsi kimi qəbul edir. Başa düşür ki, vaxt məhduddur və qalan vaxtını sevdiyi insanlarla, Queen qrupu ilə birgə sənətə və insanlara həsr etmək istəyir. 1985-ci ildə baş tutan Live Aid konserti Queen tarixinin və ümumiyyətlə musiqi tarixinin ən böyük əfsanəvi anlarından biri olur. Afrika
Amerikada aclıqdan əziyyət çəkən milyonlarla insan üçün pul toplamaq məqsədi ilə təşkil olunan bu xeyriyyə konsertində Queen səhnəyə çıxır. Freddie bu səhnədə yalnız səsi ilə deyil, ruhu ilə danışır. Səhnəyə çıxan anda 100 mindən çox insanın tək səs, tək nəfəs halına gəlir. O gün Freddie musiqinin nə qədər güclü bir vasitə olduğunu sübut edir. Həmin çıxış bu günə qədər dünyanın ən yaxşı canlı ifalarından biri hesab olunur. Freddie Mercury yorulmuşdu, xəstələnmişdi, aldadılmışdı, amma heç vaxt ruhdan düşməmişdi. O son nəfəsinə qədər musiqi yaratdı, studiyaya getdi, oxudu, ifa etdi və bu dünyadan gedəndə bir əfsanə olaraq getdi. İndi gəlin keçək onun şəxsi həyatına. İlk sevgilisi ilə Freddie hələ tanınmamışdan əvvəl tanış olmuşdular. Mary Austin. Həmin illərdə Freddie Mary'yə evlilik təklifi də edir və hətta ona həsr etdiyi mahnılardan biri var, Love of My Life. Zamanla onların münasibəti dəyişməyə başlayır. Uzun müddətlik bir yoldaşlıqdan sonra Freddie ona biseksual ola biləcəyini etiraf edir. Filmdə bu dialoq bu şəkildə bizlərə çatdırılır. Mary sükutla və biraz qırıq bir təbəssümlə deyir: "Sən biseksual deyilsən Freddie, sən geysən." Mary davam edir: "Edə biləcəyin bir şeyin olmaması mənə daha çox üzür, çünki sən bunu bilərək etmirsən." Onların romantik münasibəti bitsə də səmimi dostluqları sonuna qədər davam edir. Freddie özü də demişdi: "Mary mənim yeganə dostumdur. O mənim həyat yoldaşımdır. Mənim həyatımda heç kim onun yerini tutmayacaq." Sonralar Freddie Mercury Jim Hutton adlı bir nəfərlə tanış olur. Jim sadə, səmimi və sakit təbiətli biri idi. Onlar ilk tanış olduqları zamanında ciddi münasibətə başlaya bilməsələr də zamanla aralarında bağ güclənir. Jim onun üçün təmtəraqlı səhnədən uzaqda, evdə, həyatda gündəlik bir rahatlıq mənbəyinə çevrilir. Freddie'nin son illərində, xüsusilə xəstəliklə mübarizə apardığı zamanlarda Jim həmişə onun yanında olur. O artıq sadəcə bir partnyor deyil, Freddie'nin dayana biləcəyi, söykənə biləcəyi bir insana çevrilmişdi. Freddie Mercury'yə 1987-ci ildə gic diaqnozu qoyulur. Uzun müddət bu barədə ictimaiyyətə danışmır. 1991-ci ildə Freddie nəhayət ictimaiyyətə müraciət edir. Çox qısa, lakin aydın bir açıqlama verir. "Bəli, mənə gic diaqnozu qoyulub. Bu barədə indiyə qədər susmuşam, çünki gizlətmək yox, sevdiklərimi qorumaq istəyirdim. Amma artıq vaxtıdır ki, bu haqqda danışım." Bu açıqlamadan yalnız bir gün sonra 1991-ci il 24 noyabrda Freddie Mercury 45 yaşında dünyasını dəyişir. Onun vidası da özü kimi oldu. Sadə, lakin sarsıdıcı. O son anına qədər studiyada işləyirdi, oxuyurdu, yaradırdı. Freddie Mercury təkcə bir müğənni deyildi. O bir dövrün ruhu, azadlığın və fərqliliyin simvolu, həm də milyonlara təsir edən yaradıcı bir güc idi. O musiqidə janrları qarışdırmaqdan çəkinməyən, klassikanı rockla birləşdirən, risk edən və sərhədləri aşan sənətçi idi. Bu gün də onun mahnıları, səhnə performansları və mesajları yaşayır. Beləliklə bu bölümümüzün də sonuna gəlib çatdıq. Növbəti bölümlərdə hansı sənətkarla bağlı araşdırmağımızı və video hazırlamağımızı istəyirsinizsə, şərh bölməsində bunları bizimlə bölüşə bilərsiniz. Özünüzə yaxşı baxın, musiqi ilə qalın.